Sən sənin olmayan bir insan üçün bir küncdə səssizcə ağladınmı heç? Röyama gəl deyib yatıb hər dəfə gecələr yuxunda saxladınmı heç? Xəyallar qurdunmu yaşayar deyə, bu dərdi, məlalı boşuyar deyə, oyanıb hər gecə üşüyər deyə, olmayan birini yoxladınmı heç? Onlu saniyələr ötməsin deyib, yuxusu hər gecə bitməsin deyib, kölgəsi evindən getməsin deyib, qapını, bacanı bağladınmı heç? Sən heç dərd yandınmı yağışa, yelə, sirrini dedinmi dənizə, gölə, cansız bir şəkili götürüb elə, yaranı kağızla dağladınmı heç? Ayaz Hidayətoğlu. Sən heç dərd yandınmı yağışa, yelə, sirrini dedinmi dənizə, gölə? Bəzi insanlar sirlərini, dərdlərini dənizə, gölə danışırlar, suya danışırlar. Bəs Aydan xanımın sirr ortağı kimdir?